Polşada insan orqanlarının qanunsuz satışında ittiham olunan Ukraynalı qadın saxlanılıb. Today Press TV xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Xəbərə görə adı açıqlanmayan qadın ölkədən qaçmağa çalışarkən ələ keçib. Bildirilir ki, o 2020-ci ilin noyabr ayından bəri Interpol tərəfindən axtarışa verilib. Saxlanılan şəxs 2017-ci ildən 2019-cu ilə qədər insan toxumalarını və orqanlarını qanunsuz olaraq toplayıb qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmada iştirak etməkdə təqsirli bilinir. O, həmçinin maddi qazanc əldə etmək məqsədi ilə Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Taylanddan olan 56 adamın böyrəklərini qanunsuz yolla almaqda ittiham edilir. Maraqlıdır ki, sözü gedən şəxsin orqan qaçaqmalçılığına görə daha əvvəl Qazaxıstanda 12 il müddətinə azadlıqdan məhrum edildiyi də üzə çıxıb. Lakin onun hazırda həbsxanada olmamasının səbəbi açıqlanmır. Prokurorluq saxlanılan şəxsin Qazaxıstana ekstradisiyası üçün bir həftəlik müvəqqəti həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə vəsatət verib. Jalə Rövşən, Today Press TV.